الحمد لله رب العالمين والصلاة والسلام على عبد الله محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فإن أصدق الحديث كلام الله وأن خير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Birinci salamlayıram hər birimizə Allah'ın salamıyla. Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. Və sonra hər birimizi Allah'ın kəlamına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə dəvət edirəm. Hər iki diyarın nicat məsləri, nicat yeri, qurtuluş yeri Allah'ın kəlamında və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətindədir. Və kim nicat tapmaq istəyirsə, Quran və sünnəyə tabi olsun zahirən və batinən. Kim iki diyarın xoşbəxtçiliyini cəm eləmək istəyirsə, Quran və sünnəyə tabi olsun zahirən və batinən. Və kimlər ki, Quran və sünnədən uzaq düşürlər, onlar bədbəxt olurlar. Allah Teala Quran-ı Kərimi insanlara xoşbəxtçiliyi üçün nazil edir. Və buyurur ki, mə ənzəlnə aleykəl Qur'anə litəşfə. Quranı sənə bədbəxt olasan deyə nazil eləmədik. Allah Teala Quranı nazil edib nur kimi, hidayət kimi, insanları zülmətlərdən nura çıxardan bir kitab kimi. Vacibdir insana tabi olsun Quran və sünnəyə, zahirən və batinən. Zahirən və batinən Qurana tabi olmaq və sünnəyə tabi olmaq vacibdir. Çünki zahirən Quran və sünnəyə tabi olmaq bəs deyil və necə batinən tabi olmaq bəs deyil. Əksinə ikiləcəm olmalıdır, zahirən və batinən. Və sonra bil ki, biz Məhərrəm ayındayıq. Məhərrəm ayı haram aylardandır. Hansı ki o ayda Allah Teala haram edib bəzi şeyləri, xüsusən qırd döyüşü, qətli. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sünnə olaraq bu ayda olan Aşura günü, yəni bu ayın 10-cu günü oruç tutmağı ümmətinə məsləhət görüb, təşviq edib və özü də tutub sallallahu aleyhi və səlləm. Və eyb etməz kimsə Aşura gününü özündən bir gün qabaq da tutsun. Yəni Təsu'a, yəni 9-cu gündə tutsun. Və sonra Aşura da tutsun, istəsə birisi gündə tutsun. Əgər istəsə. Əgər kim istəsə təkcə Aşuranı tutsun, bir gün cümə günü, əgər kim istəsə 2 gün tutsun. Və təbii ki, ən əfsəl özündən əvvəl bir gün və sonra da Aşuranı tutmaqdır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər sağ qalsaydım 9-dan 10 tutardım sallallahu aleyhi ve sellem. Və deyir, əgər genəllə sağ qalsam sallallahu aleyhi ve sellem deyir ki, 9-dan 10 tutardım. Və bil ki, oruç tutmaq acılıqdan və susuzluqdan ibarət deyil. Orucda böyük hikmətlər var. Bütün ibadətlərin məqsədi orucda da tətbiq olunur. O da ixlasdır. Fərq yoxdur oruc, fərq yoxdur namaz, fərq yoxdur zəkat, fərq yoxdur sədəqə, fərq yoxdur yaxşılığı əmr eləmək, pisdən çəkindirmək, fərqi yoxdur, yolda əziyyət verən şeyi götürmək, bütün ibadətlər ixlasa bağlıdır. Meymun İbn Məhram rahimehullah buyurur ki, orucun ən asanı yeməyi və içməyi tərk eləməkdir. Orucun ən asan yeri yeməyi və içməyi tərk eləməkdir. Bugün insanlar üçün orucun ən çətin yeri orasıdır. Yeməyi və içməyi tərk eləməkdir. Sələflər orucun ən asan yeri sayardılar.
yeməyi və içməyi tərk etməyi. Bugün özünü nisbət edənlər sələfə orucun ən çətin şeyini yemək və içməyi tərk etməyi sayırlar. Çünki onlar ibadətin həqiqətinin azlıqda və susuzluqda olmağından ibarət olmadığını bilirdilər. Məsələ acılıqdan, susuzluqdan gelmir. Heç bir ibadətdə məsələ bu deyil. Heç bir ibadətdə məsələ ibadətdə olan əməl deyil. Əsas Allahla olan münasibətdə, o da ixlas. Baxın qurban ibadətinə. Çoxumuz o ibadəti Qurban bayramında edirik. Çoxumuz əqiq kəsirik. Bəzilərimiz nəzir. Bəzilərimiz umumən heyvan kəsirik. Və niyyətimizi qurban olaraq Allah'a yaxınlaşmaq adıyla heyvan qanını axıdırıq. Lakin baxsaq görsək əməllərin heç biri Allah Teala'ya çatmır. Allah Teala bu fikirdən yənəl Allah'a luhumuha və lə dimauha. Keçdiyimiz qurbanların nə ətindən, nə də qanından mənə gəlmir. Yəni sənə gəlir. Və lakin Allah deyir, lakin nəsə var. Allah'a nəsə gəlir. Allah deyir ki, heyvan kəsirsiniz, onun əti var, qanı var, hamıda neçə kilodur, harası ətli də ona baxar. Allah da ona toxunur. Deyir, o ətindən, qanından mənə heç nə gəlmir. Deyir, lakin nəsə gəlir. Lakin yənələ uttaqla minkum. Lakin sizdən ona təqva gəlir. İxlas gəlir. Allah Teala səndən qəbul edir hərəkəti, əməli sənin qəlbində olan ixlasa görə. Alimlər buyurur ki, Allah Teala qatında əməllər ixlasa görə böyüyür, riyaya görə kiçikləşir. Ola bilər, eyni əməli sən də eləyəsən bir kəsdə, eyni əməl və eyni ölçü, eyni zaman, eyni həcm. Lakin Allah qatında fəzilət fərqlənsin. Ola bilər. Ola bilər, o ixlas edəsin. Ona görə İbn Qeym Rahiməhullah buyurur ki, namazda səhvlərin düzülüşündə insanların halına baxsaq, zahirən eyni halda da hamı. Başlar, gözlər səcdə yerinə dikilərək, əllər sinədə Allah Teala'nın qarşısında dayanır, hamı. Lakin İbn Qeym Rahiməhullah buyurur ki, Allah bilir o səhvdə kimin qəlbi Allahla, kimin qəlbi başqa şeylərlə məşğuldur. Allah bilir. Və nə qədər namaz qılanlar var ki, deyir, bir dənə bitsəydi. Və o qədər namaz qılanlar var ki, deyir ki, kaş ki, imam biraz da uzun oxusaydı. Onların halını Allah'tan başqa heç kim bilmir. Və lakin yənəluhu təqva minkum. Lakin ona təqva çatır. Heç nə çatmır. Əməl, amma qiyam, amma ruku, amma secdə namaz qılanların müştərək olduqları əməldir. Lakin müxtəlif olduqları yer ixlasdır. Və iblis hətta bu yerə girişə bilməyəcəyi barədə Allah'a vəd verir. İblis vəd verir ki, ixlas olan yerə mən gedə bilməyəcəm. Və and içir. Qələfə bir izzətik. And olsun sənə izzəti və. O zaman ki, Allah onu doğur. Allah onun rəhmətindən uzaqlaşdırır, deyir, fə bir izzətik. Əvvəlcə izin istəyir. Deyir, qalanındırmı? Yenə yolmuyor məfəm. İcazə ver, dirilən günə qədər insanlar qalır.
Qal innəkə minəl mundarin. Dedi, sən icazə verilənlərdənsən. Yəni, icazə verirəm sən qiyamət günü. Deyir, qalə fəbi izzətik. And olsun sən izzətinə. Lə uğviyənnəhum əcməin. Hamısını ağladacam. Hamısını ağladacam. Hamısını zəlalət yola salacam. Hamısını çaşdıracam. Aldadacam. İllə. İstisna edir. Allah'da bilmədikləri var. Və bu, Quran-ı Kərimin ecazkarlığındandır. Kəlamı. Birinci qeyd edir, sonra istisna. Mesela Allah deyir ki, var asr, and olsun əsrə, innəl insana ləfi xusur, insanlar ziyan içindədir, illə. Ziyan içində olmayanlar var. Sən diqqətini çəkmək istəyir. Ki, sən o ziyan içində olmayanlarda olmasın. Deyir, insanlar xüsrandadır. Sən də insansın, xüsran. Mən də xüsrandayam. Deyir, illə. Xüsranda olmayanlar gəlir. Hətta zihnin yaxınlaşsın o şeyə ki, onlar xüsranda deyirlər. O kəslərə ki, onlar xüsranda deyirlər və Allah deyir ki, filan kəslər, filan kəslər, filan kəslər. Və iblis deyir ki, fəbi izzətik, and olsun izzəti və iblis bəzilərindən bu məsələdə xeyirlidir. İblis fəbi izzətikə, ey Rəbbim izzəti və and olsun deməklə bəzilərindən xeyirlidir, çünki Allah'a and içir iblis. İblis bir şərik qoşma olmaz Allah'a. İblis demir ki, babanın canı, nə bileyim, mamanın canı, filan babaya and olsun, nə bileyim, filan kəsin qəbri, nə bileyim, filan kəsin cəddi. Təbi izzətik, and olsun izzəti və. Və uğuyanləhum əcməyin. Hamısını azdıracaq, illə azdıra bilməyəcəklərim var. İllə ibadəkə minhumul muxlasin. Sən ixlaslı qullarından başqa. İxlas, iblisin daxil ola bilmədiyi yerdir. İxlas, iblisin gələ bilmədiyi məqamdır. İxlas, iblisin müdaxilə edə bilməyəcəyi münasibətdir. İxlas yəni xalis, yəni saf. Ona görə salihlər deyərdilər ki, orucun ən asan yeri aclıq və susuzluqdur. Çünki biz tutduq orucu, elhamdülillah, Allah müvəffəq elədi, çoxumuza tutduq. Lakin Allah bilir. Ac qaldıq. Susuz da qaldıq. İstiydi hava, istiydi. Bəzilərimizin bəzi bədən üzvləri ağrıyırdı. Görürsən Allah qəbul elədi. İxlasa bax. Ona görə qoruyacağın ən gözəl şey ixlasdır, əməllərdə. İxlas yəni insanların sənasını istəməmək, insanların razılığını bilməmək, insanlardan tərif gözləməmək, insanlardan səna istəməmək, insanlardan əvəz gözləməmək, etdiyin əməldə insanlardan əvəz gözləmirsən. Bəzi insanlar yaxşılıq edirlər, sonra qarşılığı yaxşılıq görməyəndə başlayırlar deyilməyə, bu ixlasın zəifliyindən deyil. Bəli, yaxşılıq yaxşılıqla qaytarlar. Həl cəzəul ihsani illə ihsan. Yaxşılığın mükafatı yaxşılıq deyilmi? Burası belədir. Və həqiqətən də insan ona qarşı kimsə yaxşılıq edəndə ən azı ilə, duası ilə ona yaxşılıq edəndə. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyur ki, sizlərdən biriniz üçün yaxşı bir iş görərsə və ya ona bir hədiyyə edərsən, çalışsın, onun mislində ona qaytarsın. Və ya ona nəsə qaytarsın və nəsə eləsin. Əgər bunu da eləməkdən aciz qalsa, desin ki, cəzakallahu xeyra. Yəni Allah sənə xeyirlə mükafatlandırsın. Bu dua demək, yəni dua eləsin. Yaxşılığın cəzası yaxşılıqdır. Amma bu o demək deyil ki, hər yaxşılıq etdiyin sənə yaxşılıq eləyəcək. Yox, o demək deyil. Bu o demək deyil, hər kəs səni sənin kimi qarşılayacaq və sənin kimi yola salacaq. O da elə deyil. Lakin onların bu əməlləri səni yaxşılıqdan ali qoymasın. Pisliklərin pisliyi, yaxşılıqları saxlamalıdır.
pis əməl edənlərin pis əməlləri bizi yaxşı əməllərdən soyutmamalıdır. Abdullah İbni Ömer radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsi və öz dövrünün, öz əsrinin ən elmli sahabesi radiyallahu və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində məşhur bir sahabidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini yaşayan, əməl edən, hətta dəstəmaz alanda gözlərinin içində yuyardı. Necə İbn-i Qeym Rahimullah Zədül Ma'addə deyir. Deyir, Rahimullah radiyallahu anhu, dəstəmaz alanda gözlərinin içində yuyardı, kör olmuşlardı. Rahimullah, hər namazda dəstəmaz alırdı, Rahimullah. Rahimullah sevər. Və gecə ibadət edir, hətta sübhə qədər və sübh yaxınlaşanda istiğfar edirdi Allah subhanahu wa ta'ala bağışlanma diləyərdi. Radiyallahu anhu. Abdullah İbn Ömer sağlığında 1000 dənə qul azad edir. 1000 dənə. Bir dənə cariyan vardı, xoşum gəlirdi ondan. Bu ayəni oxuyandan sonra onu da azad edir. Lən tənəlul birra həttə tunfiqu mimmə tuhibbun. Sevdiyiniz şeyləri Allah yolunda vermədikcə iman gətirə bilmərsiniz. Mən bu ayəyə əməl edəcəm. Deyir, sevdiyim bir cariyə var idi, ona azad edir. Allah yolundadır. Hələ belə əməl deyil. Hələ belə əməl deyil. Biraz fikirləşmişsiniz. Abdullah ibn Ömer, hələ belə deyil. Bu əməl, böyük əməldir. Bu əməl yalnız saf qəlbdən gələ bilər. Yalnız Allah və axirət istəyəndən bu əməl doğa bilər. Vəssalam. Lən tənəmül birra həttə tunfiqu mimmə tuhibbun. Sevdiyiniz şeyləri verməyincə Allah yolunda. Lən tənəmül birra. Yaxşılığa çata bilməyəcəksiniz. Abdullah ibn Ömer bu ayəyə əməl edir. Rahiməhullah radiyallahu anh. Bu Abdullah ibn Ömer sağlığında 1000 dənə qul azad eləmiş. Rahiməhullah radiyallahu anh. Və gələndə Mədinəyə xüsusən öz oturumlarına adət etdiyi yerə qulluqçuların ətrafına toplanardır. İbn Ömer'i. Və izhar edərdilər sünnə və İslam və məscidə getmək ki, İbn Ömer'in xoşuna gəlsin. Və İbn Ömer də hansı köləsinin xoşuna gəlirdi, deyirdi, sən Allah yolunda azadsan. Sən Allah yolunda azadsan. Hələ radiyallahu anh. Və bir gün İbn Ömer radiyallahu anh görürlər ki, artıq çox qul azad edilir. Dostlarına bir gəldi ki, ey Abdullah, onlar sən gedəndən sonra elə deyirlər. Onlar sən gələndə məscidə çox gəlirlər, sünnə izhar edirlər, ibadət izhar edirlər. Lakin sən gedəndən sonra elə də güclü deyirlər. Onlar sənin gözünə girmək üçün sən onları azad eləyəsən deyə eləyirlər. İbn Ömer radiyallahu anh onu yaxşılıqdan saxlamaq istəyirlər. İbn Ömer radiyallahu anh buyurur ki, İbn Ömer'e deyirlər ki, yəni səni anladırlar. İbn Ömer radiyallahu anh görür, necə düzgün düşünür. Deyir, mən Allah üçün əməl eləməyə aldadılanda allanır. Kimsə məni Allah üçün bir əməl eləyəcəm, aldadır, mən də aldanım. Radiyallahu anh. Demədi ki, açmadı qapı qeybətə, açmadı qapı şərə. Demədi, hansı vardır, göstər gedim onları təzdən köləm eləyim, nə bilim onlara nə eləyim. Ona da qapı qoymadı, buna da qapı qoymadı. Dedi, bu mənə yoldur. Mən Allah üçün aldadılanda aldanıram. Ona görə heç bir pislik və heç bir xata və heç bir səhv sənin yaxşılığından qaytarmasın. İxlas davamiyyət istəyir. İxlas qırıntılı deyil. Yəni kəsik, qırıq deyil. Möhkəmdir və davamlıdır. Allah təala ki, "Men yu'min billah və men yekfur bit-tağut və yu'min billah." Kim təkfir etsə, tağutdan, yəni tağutdan uzaq düşsə və yu'min billah və Allah'a iman etsə, faqad istamsaka bil-urvatil vusqa, la infisama laha. O möhkəm bir ipdən yapışmış olar, o ipin onun qırıqlığı yoxdur. Allah təala ki, "Men yekfur bit-tağut." Kim
şeytanı, Allah'tan qeyri-ibadət olunan yerləri tərk eləsə və yu'min billah, Allah'a iman eləsə, fəqad istəmsəkə bil-urvatil vuthqa, o möhkəm ipdən yapışmışdır. Sonra möhkəm ipin vəsfin deyir, ləm fisamələ, orada qırıqlığı yoxdur. Tevhid, əməldə davamiyyətli deməkdir, az da olsa. Əməl az-azdır, amma davamiyyətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah'a ən sevimli olan əməllərdən biri də davamiyyətli olandır, az da olsa belə. Yəni, az olsa belə. Ama öyle görsen biri belə eləyirsə və kəsir, eləmir, atır, mühacir eləsin özünü, nəfsin qaytarsın. Orada mütləq və mütləq xələl var. Xüsusən xeyir əməllərdə. Bəzi insanlar tərk edirlər yaxşı əməlləri, yaxşı işləri, yaxşı gözəl əməlləri nədir? Kimsə, bir-iki nəfər nəsə edir. Olmaz yaxşı əməlləri tərk etmək. Və həmçinin insan mükafatı və əcrini Allah'tan diləyirsə, Allah'tan gözləyirsə, Allah'la bağlayırsa, onun üçün qıraqdan gələn səs-küyün təsiri olmalıdır. Ola bilər insana qıraqdan nəsə olsun, lakin hədəfi olan, məqsədi bəlli olan heç vaxt yolundan yayılmaz. Məqsədsiz insanlar yoldan çəkilir. Məqsəd nədir? Allah və axirət ki, mən kənə yarzu liqa Allah. Kim Allahla görüşməyi ümid edirsə, yaxşı əməl eləsin. Allah nə deyir? Mən kənə yu'min billah və yevmil axir. Rasul deyir sallallahu aleyhi ve sellem. Kim Allah'a və Rasuluna iman edirsə, belləsin. Qoyusuna yaxşı baxsın, qonağını yaxşı qarşılasın, doğru söz danışsın, xeyir danışsın, yasussun. Demir, başqa şey deyir. Kim Allah və axirət gününə inanırsa, məqsədi göstərir və əməli bəyan edir. Məqsədimiz bəllidir. Allah və dərul əxirə, axirət diyarı. Əməllərimiz də bəllidir. Aydındır. Nə qədər ixlaslı olacaq, Allah subhanahu wa ta'ala bizdən qəbul edəcək. Bərəkətləndirəcək, bizim üçün artıracaq və bizi müvəffəq edəcək və biz nail olacaq xeyrə. Nə qədər azalacaq ixlas, araya riya girəcək, süm'a, eşitdirmək ona, buna, riya göstərmək ona, bura, bu əməllər hamısı dənizin üzərində olan köpüklər kimidir. Görsənəcək, heç bir faydası olmayacaq. İbn Məsud radiyallahu anhunun sözünü heç bir qəddən çıxartmaq, radiyallahu anh. Buyurur ki, Allah'a ixlasla ibadət edən qulun misalı, Allah'a ixlasla ibadət edən qulun misalı, qumluğun, torpağın üzərində gəzən birisi kimidir. Onun ayaq səslərini eşitmərsən. Lakin əsərlərini görərsən. İxlaslı əməlin əsəri olur. Səsi gəlmir. Səsi gəlmir ixlas. Bəziləri istəyir, eşitdirsinlər ki, bu eləyir. Bunun adını çəksinlər, bunun adını yazsınlar, bunun adını niyə edirsən? Sən məqsədin nədir? Allah o zaman onu qəbul elədi. İnsanlara sən asır, onu qazanacaqsan, ona meyil edəmə. Ona görə bir nəfər var idi. Mənə dedi ki, bir blankes var, o şey meçid tikdirdi, meçidin pəncərələrini düzəltdi, xalçasını, döşəməsini və s. ilə axır onu tərifləyir. Və deyir, meçidin imamı meçidin açılışında dedi ki, sağ olsun bəzi müsəlman, meçidin nümayəndələri, meçidə gələn müsəlman ibadət əhli sağ olsunlar, meçidin islahında yardım elədilər, bəziləri pəncərləri, bəziləri döşəmə və s. və axır deyir, bu qəzəb. Onu danışan mənə onu şok edək. Sürətçi. Deyir, bu da qəzəbləndi, mənə də bir dənə gözlədi ki, sağ məsciddə. Mən də durdum, çıxdım. Oturduğum başına, mənə dedim, bəs nə oldu, namaz elə vaxtı deyildi. Dedi, mənə adımı demədi. Mənə adımı demədi. Pəncərə alıb 2 dənə.
Bu ihlas değil kardeşler. Bu ihlas değil. Bu riyanın ta özüdür. Allah'tan geyrisi için edilen emelin ta özüdür. Sana ve tarif ve alkış için edilen emel, bundan ihlastan söhbət gedebilmez. İhlaslı emel kumluk üzerindedir. Sesi gelmez, izleri geri görmez. Ona göre Şeyhülislam İbn Teymiyyə Rahimahullah'ın dəvətinin öz əsrində heç bir sesi gelmedi. 3-4 tane tələbəsi vardı yanında işte. Hamı, hakimli, məhkumlu, hamısı mötəziliydi. Lakin o ixlaslı əməlin əsəri Şeyhülislam öləndən 4 əsr sonra gəldi. Muhammed ibn Abdülvahab Rahimahullah. Onun kitablarından ixtisar elədi, götürdü, beləcə kiçik broşuralar yazdı, risalelər yazdı. Bütün İbn-i Qeym risaleləri ki var, 3 əsas, 4 qayda, nə bilim, kitab otur. Onlar hamısı İbn-i Teymiyyə, İbn-i Qeymin kitablarının təbxisidir. Yani yığcamlaşmış olmasın. Sen İbn-i Qeym oxusan, yaxşı, orada 4 qaydanı da görərsən, 3 əsası da görərsən, İbn-i Teymiyyə oxusan. Allah Subhanahu taala o dəvəti 4 əsrdən sonra o kişi o dəvətlə sesi gəlməyən ama sədaları səmada olan ixlasla edilmiş əməlin sahəsində dövlət qurdu Allah Subhanahu taala. 2 kişinin əli ilə Muhammed ibn Abdülvahab və Əli Suud. Hansı ki hələ indiyə qədər də onların nəslidir. Fətvalarda Muhammed ibn Abdülvahabın nəslidir. Əmələri hakimiyyətdə, yəni hökumət dünyavi Əli Suudun ailəsidir. Bu ixlasdır. Biz de gerek ettiğimiz zamanlarda koruyan esas ihlası insanların fikri maraqlı değil. İnsanların fikri, rəyi maraqlı değil eğer Allah için eləmisiniz. Mesela belə olsan qorxma. Ama yok hamı səni tərifləsə, ama yuxarıda yaxşı deyilsə vəziyyət qorx. Çünki onlar sənə heç nə deyə bilməyəcəklər. Və səndən heç bir fayda verə bilməyəcəklər və heç bir zərər də səndən dəf edə bilməyəcəklər. Yəni, ixlas ən sağlam qoruyucudur. Və ən gözəl nasibətdir. Allah Teala qəbul edir ixlaslardan özünə xəbər verib belə İnnəmə yətəqabbəlullahu minəl-muttəqin. Allah təqva əhlindən qəbul edir. Qəbul edir və qəbul edir. Heç kim onu dəyişə bilməz. Allah belə qəbul edir. İstəyirsənsə qəbul olsun, əlhəmdülillah. İxlasla elə və sünnə uyğun elə. Birdən sən nəsə əməlləsən və onu sən eləmişsən, adığı deməsələr, adığı yazmasalar, səsi sonra gəlməsə, narahat olur. İçindən heç də keçirmir. Əgər sən ixlaslı olmursansa, narahat olur. Allah Teala bizi ixlaslı kullanırsa ona görə Meymun ibn Marwan Rahimahullah'ın sözünü, Mehram Rahimahullah'ın sözünü, Meymun ibn Mehram Rahimahullah'ın sözünü əvvəlcədən dedim, sələflər üçün ən çətin yer orucdan, ən asant yer orucdan, ən asant yer, ən yüngül yer orucdan yemeği ve içmeyi terk eləməkdir. Əlavə eləmək ki, indi ən çətin şey yemeği ve içmeyi terk eləməkdir. Çünki o birisi vardı, düşünən yoxdur. Veya azdır, Allah'a veya azdır. Və xud mə təsmə'un və estağfirullaha li və ləkum və lisa'ir el-muslimina min kulli zəmbin fəstəğfiruhu innehu vel-ğafurur rahim. Allah rəşiyət və sağ olun.